Well, first, of course, congratulations to my players. I think, again, like they show how hungry they are from the first minute, desire. Like we playing now, Zira, Araz. I really think top teams, well-coached teams with experienced players, and we go and we start in a way that I think we blow away. And of course, congratulations to people that come. Of course, would like to see more people to come to stadium, especially when we score goals, when we win. It's really nice to watch. Congratulations to management, to coaching staff. So I think again we did the job in first 16 minutes. We scored three very good goals, and from then on, of course, in the first half there was a moment when we lost initiative, but we then later, especially end of the first half, we created many more like chances, half chances that we could increase the score. But second half wasn't that spectacular. Of course, when you're leading 3-0, it's not that easy to push up, all the time. But fourth goal, I think, again, was a very beautiful build-up goal. A little bit sad that we conceded. We didn't keep a clean sheet, but overall, that when you reach a victory against the team like Araz, 4-1, I think is a really good result. And now, again, the same thing like always. Go back to train and let's prepare for the next game. Next game is the most important now. Mən ilk öncə olaraq bugün oyuncularımı qalibiyyət münasibəti ilə təbrik edirəm. Həqiqətən də çox möhtəşəm bir qalibiyyət idi. Oyuncularım bugün necə arzulu, necə istəkli, necə ac olduqlarını meydançada göstərdilər. Məğlub elədiyimiz komandalar Zirə, Arazdır ki, hansı ki top komandalardır, hansı ki tərkiblərində çox təcrübəli oyuncular var, çox çətin, yaxşı məşqçi komandalardır ki, hansılarını ki, demək olar ki, meydançada bu şəkildə qalib gəldik. Mən istərdim ki, bugün azarkeşlərimizi də qalibiyyət münasibəti ilə təbrik eləyəm, amma daha çox azarkeşlərin gəlməsini istəyərdim meydançaya. Bugün neysə sayları az idi, çünki qollar vurulanda istəyərdim ki, onlar da bunların şahidləri olsun. Əlavətən də yenə bugünkü qalibiyyət münasibəti ilə rəhbərliyimizi, məşqçi heyətini də təbrik eləmək istəyirəm. Artıq birinci yarının 16-cı dəqiqəsində 3 gözəl toplar vuraraq fərqlənmişdik və birinci yarının müəyyən hissəsində ilk hissənin təşəbbüsü itirsək də sonradan yenidən təşəbbüsü ələ aldıq və birinci hissənin sonunda artıq hesabda fərqi daha da artırıb, daha da çox qollar vura bilərdik. İkinci hissə əlbəttə ki, o qədər də rəqibə hər zaman təzyiq eləmək olmur, amma ikinci hissəndə düşünürəm ki, yaxşı keçirdik. Dördüncü qolumuz həqiqətən də çox möhtəşəm idi. Topla, build-updan necə topla çıxdıq və fərqləndik. Düzdür, bir balaca üzgünük, çünki istərdik ki, qapımızı toxunmaz saxlayaq, amma yenə də hesab 4-1 oldu, bizim üçün yaxşı nəticədir və həmişə qeyd etdiyim şeyi qeyd eləmək istəyirəm. Artıq biz öz oyunu unudub, öz işimizə köklənirik, öz işimizə qayıdırıq və qarşıdan gələn oyun bizim üçün ən önəmli oyundur.